Allah Quranda Musa aleyhissalamla Xızırın aleyhissalamın hadisəsini bizə göstərir ki, Allah Ulul Əzm peyğəmbəri hikmətlə sınıyır. Yəni qəlbi həmahəng elə, sazda ürəyi. Haqq müqabilində gör, işarədən tuta bilirsən ya yox. Peyğəmbərini göndərdi hikmət sahibinin ayağına. O da onu görəndə dedi ki, lən təstəti amaya səbra. Sənin mənlə səbrin yoxdur. Yəni bacarmazsan, mən tutumun yoxdur sənin. Musa aleyhissalama dedi. Dedi, sənin tutumun yoxdur, məni başa düşəsən. Getdi. Bilirsiniz, mən danışmaq istəmirəm. Dedi, nə zaman sual vermə mənə heç nə. Sual vermə, sakit dayan, gör nə olur. Dedi, oldu. Bir dənə hadisə, sual verdi dərhal. Bir daha deyirəm, kör-köranəliyə çağırmır, deyir, cavabımı verəcəm. Bir qədər özünü müayinə elə. Gör, haqq hərəkət qabağında qəlbin sənə nə deyir? Qəlbin tam sazdırsa, qəlbin bəzən sual yarandısa ver o heç. Amma əslində bir sıra məsələlər var ki, sual səhv yaranır, yaranmamalıdır sual. Bilirsiniz? Sualım var, ver. Adam var, ayla günlə bir məsələni başa salamır. Heç sual düzəldir, gəlir yenə sual düzəldir. Bu ziyalı sayılır məsələ. Bəli, təhqiq, araşdırmaq, sual vermək elmi müzakirənin, elmi dərslərin qaydasıdır. Bilirsiniz, mən başqa şey deyirəm, başqa şey. Onu demək istəyirəm ki, bir sıra məqamlar var ki, sualı istehsal eləyən bir xislətdir. Haqqa təslim olmamaq xisləti gətirir sənə elmi sual düzəldir ki, mən hələm qane olmuram. Elə deyil. Sənin bu sualın elmi deyil, nəfsanidir. Sual nəfsani oldusa, çox vaxt sualı başa düşməmək yox, nəfsin qane olmamağı istehsal edir. Sualı araşdıranda görürsən, heç cür qəbul eləmək istəmirsən, sual yaradırsan, sual düzəldirsən. 3 dəfə dözə bilmir, bir dəfə sual verir, dedim sual vermə. Dedi, yaxşı, oldu, dayı sual verməyəcəm. 2-ci dəfə, 3-cü dəfə. Haza firaqun beyni və beynək. Deyir ki, bu səninlə mənim aramda ayrılıq vaxtı gəldi çatdı. Ax, sənə demişdim ki, soruşma. Həzrət Musa aleyhissalama Allah başa salır ki, hikmət lazımdır insana. Hikmət olanda dərhal hiss edirsən hərəkətin, suala ehtiyac olmur. Başa düşürsən. Görə təhlil qabiliyyətin artsın ki, sənin imamın gəlsin, işlərə sahib olsun. Yoxsa dünyanı idarə eləmə əvəzində 24 saat sənin suallar var, cavab verməlidir. Sən yenə bir yerə çatasan ki, haqq əhlinin hərəkətini göydə işarədən tuta biləsən. Bu kör-köranəlidir, yox, bu əksinə bəsirətin ən ali zirvəsidir. Haqq haqdır, nahaq nahaqdır. Hara çəksən, çevirsən belədir. Bir yerə gəlib çatmalıdır da bu cəmiyyət ki, haqqı göydə tutmalıdır ki, bəli, bu kişi haqdır. Bu adam haqdır, bunun sözü haqdır. Haqdır da haqdır. Haqq olmağı üstündədir. Bunu necə müəyyən eləmək olar? Bu qəlbdən asılıdır. Ürəkdən asılıdır. Deyir ki, meyvəni kəssəm, desəm, yarısı halaldır, yarısı haram. İmam Sadiq əleyhissalam. Zürarə sual verməz ki, bu necə olur? Zürarə fanatdır, nəuzubillah, ağılsız adamdır, yox, ən ağıllısıdır. Bilirsiniz, hikmət gəlir bir yerə çatır ki, bilir imamdır qabağında dayanan. Başqalarından 2 cür tabi olmaq var. Bir kör-köranə, kör-köranə tabi olan kör-köranə də tabiçilikdən çıxır, o heç. Bir də var, ağıl və bəsirət səbəbindən gəlirsən, bir yerə çatırsan ki, bu İmam Cəfər Sadiq əleyhissalamdır. Bunun hərəkətində heç bir nöqsan ola bilməz. Bir beləsi vardı, bir də vardı. Cənabətli vəziyyətdə gəlmişdi məclisə. İmam Sadiq əleyhissalam dedi ki, cənabətli bizim evlərimizə gəlməyin. Bu deyib, başa düşdü, durdu, getdi, qüsul aldı, gəldi, düz istəyirəm ağa falan. Dedi, day oldu da, üzr istəməli bir şey yoxdur. Durdun, getdin, qüsul aldın falan. Sonra bir üstünə dedi, dedim, mən imtihan eləmək istəyirdim səni. Bilim, görüm sən nə qədər imamsan. Bir də hələ oyla imtihana çəkir imamı. Bir də var ki, imam dedisə, qəlbi gəlib bir vəziyyətə çatır ki, bütün vücudu ilə iman gətirib, inanıb, qəbul eləyib. İmama belə yanaşır. Bu din bəsirətə önəm verir. Bu din ağla, hikmətə önəm verir. Bu din deyir ki, elm kifayət eləmir adama. Kitab oxuyun, çox oxuyun, mütaliə eləyin, amma kitabı çoxaltmaqla Allah eləməsin. Kəməsəlil himar, yəhmilu əsfara. Bunu yaddan çıxmayın ki, bir misal çəkir Quranda Allah ki, kitabla yüklənmiş uzun qulaq kimi olmayın. Kitabla yüklənmiş uzun qulaq kimi. Burnunun ucunu görmür, cilt kitab oxuyur. Oxuduqca azğınlığı artır. Oxuduqca daha da azğınlığı artır. Nə özünü tanıyır, nə yaşadığı cəmiyyəti tanıyır, nə boynuna düşən vəzifəni bilir. Heç nədən xəbəri yoxdur. Amma oxuyur, bütün günü mütaliə edir. Gecə gündüz oxuyur. Elm insana hidayət üçün kifayət eləmir. Kifayət eləmir. Bunu bir dəfəmlik açıq-aşkar demək lazımdır.
və bu elmin əhəmiyyətini azaltmır. Elmi ver, həkim adama görün nə qədər dəqiq faydalanır elmindən. İstifadə edir, bəhrələnir. Hikmət haqqında bir neçə hədis deyəcəm. Bugün həmişəkindən az danışım. Axırıncı məclisdir. Vaxtınızı çox almaram inşallah. Gəlir İmam Sadiq əleyhissalamdan soruşur ki, Cu'iltu fidak. Sənə fəda olum. Qavluhu və ləqəd atayna Luqmanəl hikmə. Sizə fəda olum. Allah ki, Quranda buyurur ki, biz Loğmana hikmət əta elədik, bəxş elədik. Nə deməkdir o? Hikmət nə idi? İmam buyurur ki, utiyə mərifətə imamə zəmanı. Allah Loğmana öz zəmanəsinin imamını tanıttırmışdı. Hikməti bundaydı. Hikmət bundaydı ki, haqqın bayraqdarını tanıyasan. Hikmət budur. Bu zəmanədə haqqın bayraqdarı kimdir? Həqiqət pərçəmi, bayrağı kimin əlindədir? Hikmətin başı budur. Hikmətin həqiqəti budur. Zəmanəsinin imamını tanıya. Mən matə və ləm ya'rif imamə zəmaneh matə mitətən cahiliyyə. Kim öz zəmanəsinin imamını tanımayıb ölərsə, cahiliyyət dövründə öldüyü kimidir. Namazla, kitabla insan hidayət olmur. Hikmət lazımdır. Biləsən, haqq əhli kimdir, batil əhli kimdir? Zamanənin imamı kimdir? Onu tanıyasan, onu dərk eləyəsən. Bunun ən əsas mexanizmi nədir? Hikmətin düşməni nədir? Hikmətin düşməni nəfsani meyillərdir. Nəfsani meyillər. Bilirsiniz niyə? Çünki nəfsani meyillər gəlir, ağlın əl ayağına dolaşır. Ağıl öz işini görmək istəyir, nəfs gəlir, ağlın işinə müdaxilə edir, qoymur düz nəticə çıxartmağa. Bu nəfsi dram eləyəndə, ağlı nəfsdən azad eləyəndə insan başlayır hikmət sahibi olmağa, düzgün mühakimə eləməyə. Bilirsiniz, riyazi məsələlər görmüşsünüz, görmüşük. Riyazi məsələlər necədir? Dünyanın şərqində, qərbində, cənubunda, şimalında, harada olursa olsun bir riyazi məsələni ver, hamı eyni nəticəyə gələcək, düz həll eləsə. O yan beyanı yoxdur ki. Riyazi məsələnin həll yolu nəticə eynidir. Əqli məsələlər də belədir. Bəs niyə bu qədər dolaşığa düşüblər? Əqli məsələ belədir. Sən, mən, qeyrisi fərq eləmir. Əqli məsələni ver, nəticə eyni olmalıdır. İstənilən əqli məsələ. Bəs niyə eyni deyil? Ağlın işinə müdaxilə var. Proses gedir, birdən sən xəbərin yoxdur. İstək meyilləndirir ağlı özünə lazım olan səmtə. Necə olur, axtarırsan, axı cavab belədir, mən olubdan biz məktəbdə oxuyanda, riyaziyyatdan məsələ əldə eləmişik. Axı deyirsən, mən eləmişəm, diqqətlə baxsan, hə, burada yanlışlıq olub, həll prosesində. Və bax, kitabın arxasında cavabı da verirdilər. Həll eləyir, görünüyorsunuz, cavabla düz gəlmir. Niyə lazım olan nəticəyə bəşəriyyət gələ bilmir? Nəfs nə qədər qabarırsa, istəklər, ağla müdaxilə eləyir, görürsən ki, onu indi qiyamətdə açacaqlar. Qiyamətin işlərindən biri də budur. Açacaq sənin düşüncə prosesini, deyəcək ki, bax, deyəcəksin, mən belə düşünürdüm, deyəcək deyən bir dəqiqə. Sənin düşüncə prosesini incələyək. Bax, fikrin gedirdi. Burada gördün? Gördün, burada sənin istəyin necə incə gəldi, müdaxilə elədi fikri və sən elə bildin, sən belə düşünürsən. Amma içində o nəfsani istək idi, öz xeyrinə ağlın nəticəsini yönəldirdi. İstəyirdi bunun istədiyi nəticə hasil olsun deyə, qoymurdu düz nəticəyə gəlsin. Ona görə deyir, özünüzü təmizləyin. Özünüzlə mübarizə aparın, hikmət sahibi olun. Hikmət nədir? Hikmət ağlın əsarətdən qurtarmağıdır. Hikmət budur. Mənim fikrimcə bu qədər fikir olmaz, bilirsiniz? Mənim fikrimcə belə, mənim fikrimcə elə. Sən özün üçün düz deyirsən, hamının fikri hörmətlidir. Hardan çıxdı? Hamının fikri hörmətlidir. Mən sənə hörmətlə, ya hamı da indi bir saat məsələn səviyyəli görkəm alır, güya məsələn bu danışır, mən sizin fikrinizə hörmətlə yanaşıram. Hər fikrə hörmətlə yanaşmağa borclu deyiləm. Fikrə hörmətlə yanaşarlar. Demirəm yanlış düşündüyü və görə də qılınc çəkim üstündəki, yox, sən niyə belə düşünmürsən, yox. Dözəcəm, ta qiyamətə qədər, İmam Zaman dözür ki, ta sənin bu yanlış fikirlərini düzəlsin. Amma bu qədər fikir haçalanmaz, Bəşəriyyət bir duruma gəlib çatıb, nəfsi o qədər böyüdürlər ki, bu qədər fikir müxtəlifliyi. Sadə məsələlərdə görürsən, düzgün nəticəyə gələ bilmir. Əslində özü də bir metoddur, fikir çoxluğunun içində həqiqəti itirmək. Fikir çox olanda, həqiqət də olur fikirlərdən biri. Ümumiyyətlə, həqiqət nə deyir? Həqiqət sənin öz həqiqətin, mənim itirdi həqiqəti. Bu bir metoddur öz dində. Qərbdə xüsusilə də bundan çox geniş istifadə olunur. Onlarla fərqli fikirlərin içində həqiqətdə bir dənə fikir. Bu necə hörmətə layiqdir? O da hörmətə eyni dərəcədə layiqdir. Pluralizmdir bu.